Yox, mən hesab edirəm ki, insanlar ümumiyyətcə maraqlı insandırlar və təbii ki, hər bir adamla ünsiyyətdə olanda sən nəyisə qazanırsan. Lap səni saymayanda da, səni səviyyəsiz belə yazılar da olanda fikirləşirəm ki, niyə görə bunu yazırlar? Bax, mən operni studiyada bu illərdə neçə dəfə olub çıxış eləmişəm. 4-5 saat cəmaət bilet alır. 650 adam gəlirlər mənim çıxışlarıma. Və təbii ki, 5-6 saat mən Azərbaycan dilində orada danışıram. Buna baxmayaraq yalandan şaya gezir ki, Əşi Çingiz bir söz, bir cümlə Azərbaycan dilində danışa bilmir. Yaxşı səviyyəsiz adamlara nə deyəsən? Qoy gəlsinlər, həmişə deyirəm, gəlir qulaq asız, danışa bilirəm ya danışa bilmirəm. Çıxış eləyə bilirəm ya bilmirəm. 35 il yazıçılar İttifaqının katibiyəm. Əgər mən bilməsəydim, mən necə işləyirəm? Mən hələ İsmail Şıxlı ilə, Ənvər Məmmədxalı ilə, Nəbi Xəzri ilə, Cabir Novruzla, Hüseyn Abbaszadə ilə, Mirzə İbrahimovla, Süleyman Rustamla başlamışam. Əgər mən bu dili bilməsəydim, məni oradan qovardılar. Məni bir gün orada saxlamazdılar, təbii.